öncə insanın məqsədi olmalıdır. Deyirəm 700 bal toplayacağam, 700 bal toplayacağam. 4 sıra yığacağam, əmin idim artıq. Bəli, təsəvvür edirəm. Maraqlıdır. Prokuror olmaq istəyirəm. Mən Hümmətli Çiçək Hümmət qızı 2008-ci ildə Qax rayonunda olmuşam. Həm məktəbin köməyi ilə, həm hazırlıqların köməyi ilə, həm də özümün səyi nəticəsində bu balı əldə eləməyə bacardım. 697,5. İlk öncə insanın məqsədi olmalıdır. Əvvəldən bunu istəməlisən. Məsələn, mən birinci sinifdən valideynlərimə bilir ki, deyirəm 700 bal toplayacağam, 700 bal toplayacağam. Ardınca da qətiyyətlə, səylə çalışmaq lazımdır ki, sən bilməlisən ki, oxumaqla gələcəyini qura bilərsən. Mən də həmin şagirdlərdən idim ki, oxumaqla gələcəyimi qurmağı fikirləşirdim. İlk addımımı da atmışam bu yolda. Həyəcanlıydım. İlk öncə buraxılışda həyəcanlıydım, buraxılış imtahanında. Orada elə bir situasiya yarandı ki, bizdə həyəcanlı olmamaq mümkün deyil idi. Çünki bilirsiniz ki, artıq sizin həyatınız həll olunur həmin imtahanda. Ona görə ən axırda biraz həyəcan var idi məndə. Yəni, ondan sonra blok imtahanında yox idi. Blok imtahanında artıq kifayət qədər yüksək nəticə göstərmişdim, 297,5. Burada sadəcə 400 yığmaq üçün həyəcan var idi. Amma açdım vərəqlərdim ki, test kitabçasını, gördüm ki, burada mən bilmədiyim sual yoxdur. Ondan sonra daha da mən rahatlaşdım orada. Yəni, çıxanda əmin idin ki, o bal toplayacaqsan? Çıxanda yox, əmin deyildim. Çünki bizdə bir dənə sualda səhvlik var idi və həmin sualda mən də səhv yazmışdım. Ona görə sonra biz bir yəni ki, narahat olduq bir qədər, amma sonra həmin sual deyim, ulduz verdi. Ulduz verdikdən sonra 4 sual yığacağım, əmin idim artıq. Gələcəkdə hüquqşünas olmaq istəyirəm. Ən çox da ki, atamın istəyini davam etdirmək istəyirəm. Yəni, onun istəyidir ki, mən prokuror olum, prokuror olmaq istəyirəm. 5 yaşımdan şahmatla məşğul oluram və burada da 23 dənə diplom qazanmışam. 6 dənə medalım var. 5-i qızıl, biri bürünc medaldır. 2-ci dərəcə şahmatçıyam. Və bundan başqa da bir çox olimpiyadalarda iştirak eləmişəm. İstər Zəfər olimpiyadasında 2-ci yerə layiq görülmüşəm. Fən olimpiyadasında 3-cü yerə layiq görülmüşəm Azərbaycan və dövlət üzrə. Və həmçinin bu il Amerikan proqramı olan Flex proqramında da iştirak eləmişəm. Final mərhələsi kimi gəlib çatdım, lakin orada kəsildim. Yəni ki, onu keçə bilmədim. Amma bu da özü böyük bir nəticə idi, çünki İngiliscəmin axıcı olduğunu öyrəndim orada. Bəli, təsəvvür edirəm. Maraqlıdır, çox sevinirəm. Yəni, bilirsiniz, həmin hissləri bəlkə də dillə ifadə etmək mümkün deyil. Çünki gözlədiyin nəticəni əldə edən zaman insan daha da qürurlanır, daha da sevinclə yaşayır həmin nəyi. Hansı universitet seçmək fikrindəsiniz? Bakı Dövlət Universiteti. Seçəcəksiniz? Bəli. İlk öncə, məsələn, bəzi uşaqlar var ki, yuxu rejiminə diqqət etmir. Bu yanlışdır. Çünki mən yuxu rejiminə diqqət edirdim. Mənim günlük rejimim bu idi ki, 8-ə qalxırdım, 9-a can yemək yeyirdim, yaxud da şahmat oynayırdım, beynimi rahatlatırdım. Ardınca saat 12-yə kimi, 1-ə kimi dərslərimi oxuyurdum və mütləq yatmalıydım ondan sonra. Çünki insanın beynində bir yerə qədər axı, yəni yükləndikdən sonra heç bir fayda verməz. Ona görə çalışırdım, beynim çox yüklənməyim mən informasiyalarla, deyəm ki.